Əziz müminlər, danışan önce özüne, sonra siz değerli mümin insanlara ve daha sonra bütün məsul insanlarımıza ve beləliklə böyük, əziz doğma xalqımıza ve milletimize Allah sevgisiyle, Allah korkusuyla, halal ve haramlara, məsumlarımızın dediği qaydalara esasen ciddi riayet etməklə ve bir gün and olsun öz vücuduna ki, her şey için hesap vereceğimizi unutmadan yaşamağı ve bundan sonra kalan ömrümüzde salih əməllərin sahibi olmağı arzu, dua, nəsihət ve dəvət edirəm. Uca yaradan her birimizi bu yolda sabit qədəm qərar versin. İcazənizlə söhbətimə mübarək Ənfal surəsində keçən ayə ilə başlamaq istəyirəm. Dediyim kimi birinci növbədə özümü nəsihət eləyirəm. Öz nəfsini nəsihət eləməyəni zaman çox ağır bir şəkildə nəsihət eləyər. Özünü tərbiyə eləməyəni dövr və zaman keçməsi və hadisələrin dəyişməsi çox ağır bir şəkildə tərbiyə eləyər. Bəzən biz bunu insanların həyatından təcrübə etmişik və canlı şəkildə görmüşük. Xoş o ruhun, o nəfsin, o canın halına ki, ölüm ona çatmamış, özünü tərbiyə eləməyi bacarıb. Allah qaydasıyla, Allah adıyla, onun ciddiyyəti ilə, Allahın sözünün, adının böyük məsuliyyəti ilə özünü tərbiyə eləyən insanların xoş halına bizi də Allah o siyahıdan qərar versin inşallah. Fəttəqullaha və əslihu zətə beynikum. Ayə deyir ki, birinci buyurur təqvalı olun. Və birbirinizin arasında islah yaradın. Təqvalı olun və islah yaratmağa çalışın. Yəni düzəldin. Qurucu bir insan olun, yaradıcı bir insan olun. Bəzi insanları biz görürük ki, yırtıcı insandır. Onlar heç nəyə yaradıb, qurub, qoşub bacarmırlar bu şeyi. Onların xoşu gəlir ki, yırtıcı, dağıdıcı, gəmirici sinifinə daxildə onlar sanki. Onlar həyata belə baxırlar. Bu böyük egoizmin fəsadlarıdır. Özünü düşünməkdən başqa həyata baxış formalaşdıra bilmədiyi üçün ona görə özündən başqa həyat yoxdur. Onun öz istəklərindən başqa aləm yoxdur. Öz istəklərinə çatması üçün hər şeyi yıxar, hər şeyi dağıdar, hər şeyə yırtıcı yanaşar. Çox təəssüf. Amma bilmir ki, yırtıcı olan nəfsin aqibəti əzab olar. Allah sizdən və bizdən uzaq eləsin. Yəni yırtıcılığın özü əzabdır. Dağıdıcılığın özü əzabdır. Amma qurucu insan olmaq, yaradıcı insan olmaq, bu çox böyük bir insan ruhiyyəsindən xəbər verir. Allah da bunu belə buyurur. Birinci deyir, təqvalı olun. Təqvanı az çox bilirsiniz. Təqva iki tərkib hissəsini özündə daşıyan bir kəlimədir. Və o kəlimə əqidə olanda sonra insanın əxlaq və ruhiyyəsinə hopur. Və sonra kəlimədə olan o məna insan formasına çevrilir. Yəni əslində sonra insan olur o təqva dediyimiz bir dəyər. Nədir o? İki tərkib hissəsindən biri qadağan olunmuşlardan çəkinməkdir. Bu birinci mərhələdir və çox mühüm mərhələdir. Qadağan olunmuş hər şeydən. Və qadağa olunan qaydalar hər şeydə var. Danışıqda da var, əqidədə də var, qidalanmaqda da var, münasibətdə də var. Elə bir sahə yoxdur ki, orada müəyyən şeylər qadağan olunmamış olsun. Bir tərkib hissəsi isə vacib olan, məsuliyyəti olan, hesabı və kitabı olacaq mühüm zəruri vacibatdır. Bu iki tərkib hissəsi bərabər inkişaf eləyəndə insanda təqva abu havası yaranır. Buna biz vaciblərə əməl, haramlardan çəkinmək kimi təbirlə də ifadə eləyə bilərik. Ən la yəfqudəkə heysu əmərək və la yərəkə heysu nəhaq. İmam-ı Cəfər Sadiq əleyhissalamın təbiri bu cürdür. O yerdə ki, səni var edən, sənin xaliqin, sənə həyat verən, o yerdə, o məqamda, o anda, necə deyim, o sözdə, o etiqadda ki, səni görmək istəmir, bax orada olma, orada tapılma, orada olun, görünmə. Və o yerdə ki, səni görmək istəyir, orada hazır ol.
Buna biz vaciblərə əməl, haramlardan da mütləq şəkildə çəkinmək deyirik İslam təbirində, hədis və ayə təbirində. Bir təqvalı olun. Bu ideologiya, bu məfhum insana gəlməsə, insan da onsuz da islah etmə bacarığı da, həvəsi də, istəyi də yaranmayacaq. Yəni adamın üçün haram deyilən bir sərhəd yoxdursa, onun nə islah eləmə qabiliyyəti ola bilər ki? Müəyyən şeyləri nəfsinə qadağan eləməyi bacarmırsa, belə bir yanaşması, belə bir ruhiyyəsi formalaşmayıbsa, o nəyi islah eləyə bilər? Birinci növbədə deyir, təqvalı olun. Sonra buyurur, və əslihu zətə beynikum. Sonra aranızda da islah yaradın. Yəni, onsuz da həyatda hər şey 5 üstəgəl olmayacaq. Bu bir mənalıdır. Hətta peyğəmbərlərin belə həyat qəza qismətində hamı onlara 5 üstəgəl münasibət göstərməyib. Hətta ən çox ağrıya, acıya məruz qalan insanlar onlar olub. Həyatın bu sahəsi, bu tərəfi var. Nəticə etibarıyla insan camiyyəsindən danışırıq. Hərə bir avaz oxuyur, hərə bir xarakter daşıyır, hərənin bir istəkləri formalaşır. Mütləq təzad qaçılmazdır. Mütləq. Hamı eyni cür düşünə bilməz, hamı eyni cür yanaşa bilməz, hamı eyni cür ola bilməz. Təzad deyilən bir şey, ziddiyyət deyilən bir şey ilahinin imtihanıdır biz insanlar üçün. Bu bizdən qabaq olan insanlara da aiddir, bizə də aiddir, bizdən sonrakilərə də aid olacaq. Təzad varsa onu islahla əvəz eləmək lazımdır. Əlbəttə təqvalı olduqdan sonra. Və ətiullaha və rasuləhu sallallahu aleyhi və aleyh in kuntum müminin. Əgər möminsinizsə, əgər doğrudan da Allahın təkliyinə, Allahdan gələn həqiqət kəlmələrinə, qaydalarına imanınız varsa, bəli, o zaman Allaha və onun peyğəmbərinə itayət eləyin. Mütləq qulaq asın, ona qulaq asın. Ardıca belə buyurur. Sonra möminləri bizə açıqlayır ki, möminlər hansı sifətə malik olan insanlardır? İnnəməl müminun. Möminlər bu insanlar sayılır, ayə deyir. Əllezine izâ zukirallahu vecilət qulubuhum. Onlar birinci növbədə belə bir ruhiyyəyə sahib olan insanlardır. Allah sözü, Allah kəlməsi, Allahla bağlı olan bir şey onların yanında danışılarsa, deyilərsə, xatırlanarsa, onların qəlbi titriyər, qəlbi bir təhər olar, ruhiyyəsi bir təhər olar. Yəni, Allah sözü onlara ciddi təsir eləyər. Elə qeyri-ciddi yanaşmazlar Allah kəlməsinə. Və izâ tuliyyət əleyhim əyatuhu. İlahinin ayələrini və nişanələrini onlara oxuduğun zaman, burada söhbət həm Qurani Kərimin ayələrindən gedir, təbii ki, anlamaq şərti ilə, yəni başa düşmək şərti ilə və bir başqa nişanələri, yəni elmi bir araşdırma olsun ki, ilahi qüdrəti insana göstərə bilsin. Bəli, bu da ilahi nişanə sayılır. Mömin insanlara ilahi bir əlamət, ilahi qüdrətin, ilahi hikmətin bir əlamətini danışıldığı, deyildiyi, göstərdiyi, xatırlatdığı zaman zadəthum imanən. İmanlarının üstünə bir artıq iman da gəlir. Yəni, necə Allaha çox inanırdılar, o inanç səviyyəsi biraz da artmış olur. Və bu göstərici nəhayətsiz bir göstərici. Yəni, sonu yoxdur onun. Hər bir şeyin bir dolma, daşma, bir müəyyən həddi varsa, insanın iman ruhunun götürə biləcəyi iman potensialının bir sonu, hər sərhəddi yoxdur. Əbədiyyət də bu deməkdir elə. Yəni, insan öldü mü, dünyasını dəyişdi mi, yoxdur onun ondan sonra ölümü. Götürə bildiyi qədər götürür. Artıq qədər götürür. Və ələ rəbbihim yətəvəkkəlun. Və bu cür insanlar Allaha təvəkkül edən insanlardır. Təvəkkül vəkil tutmaqdır. Biraz da bunu danışaq, sonra inşallah mübarək hədislərlə mövzunu daha çox dərindən, daha çox möhkəmə aparmağa çalışacağıq. Ayəmizin ardı belə buyurur, Əl-ləzinə yuqimunəs saləh və mimma rəzəqnahum yunfiqun. Onlar namaz qılarlar.
ibadət edərlər. İbadətin də özünün psixoloji, ideoloji, nə bilim, hər cəhətdən fizioloji insanda böyük təsirləri var. Onun üçün ibadətin bəziləri vacibdir. Qaçılması haramdır. Təxir olunması əzabdır. Çünki insanda ibadət abu-havası Allahla arasında olan bağlantıya xidmət edir. Əlbəttə, ibadət gərək ibadət olsun da, elə baş alladmaq, özünü alladmaq, bu şeylər olmasın. Yəni, qeyri ciddi yanaşılmamalıdır ibadətə. Çünki o zaman ibadətin mənasını anlamayacaqsan. Yəni, niyə eləyirsən, onu bilməyəcəksən. Sadəcə başqa-başqa məqsədlər üçün ola bilər ki, ibadət eləmiş olasan. Təəssüf. Bu da əli boş səni saxlayar. Ulaikə humul muminuna həqqa. Bax, bu sadaladığım sifətlərə malik olanlar həqiqi möminlərdir. Ləhum dərəcatun ində Rabbihim. Allah yanında onların çox uca dərəcələri var. Və məğfiratun və rizqun kərim. Və bağışlanma onlara məxsusdur. Və kərim olan Allah tərəfindən ağla sığmayacaq böyük ruzilər onları gözləyir. Allah bizim hamımızı Peyğəmbər, Ali Peyğəmbər hörmətinə ayədə görmək istədiyi möminlərdən qərar versin inşallah. Əziz möminlər, Peyğəmbərimizin belə bir hədisi var. Sallallahu aleyhi və alihi və səlləm. Əvvəlul ilim mərifətul cəbbar və axirul ilim ət-təfvizu ileyhi. Bu çox gözəl, dərin, mənalı bir sözlərindən biridir. İnsan üçün birinci elm, yəni bilgi, Allahla bağlı olan, insanın beyninə yazılması vacib olan ən birinci bilgi, cəbbar olan Allahı tanımaqdır. Çox maraqlıdır ki, əziz Peyğəmbərimiz burada Allahın cəbbar sifəti ilə vəsf edir. Yəni, istədiyini məcbur eləyər hər şeyə. Bu cür bir sifətə malikdir. Heç kim onun istəyinin qarşısında dura bilməz. İstədiyi hər şeyə məcbur eləyə bilər. Əlbəttə, elədikləri hamısı xeyirdir, söz onda deyil. O heç vaxtı şərr olan bir şeyə heç kəsi məcbur eləməz. Amma o qüvvə, o varlığın tək özünə məxsus olan bir şeydir. Məcbur etmək, cəbbariyyət ona məxsus olan bir şeydir. Birinci növbədə Allahın mərifəti bilgisi vacibli insana buyurur. Ən birinci budur. Beynə onun mərifətinin keyfiyyəti necə yazılacaq? Yaradıcı olaraq mənim üçün o necə beynimə həkk olunacaq? Hansı dəlillərlə o mənim ruhuma hopacaq? Hansı, necə deyim, əsaslarla Allah mənim üçün Allahlığında qalacaq. Və bu çox mühüm məsələdir. Həmişə də bunu danışırıq, deyirik. Çünki təəssüf hissi ilə qeyd edirəm, məsum xəttindən kənar çıxan bəzi dini, İslam dini altında olan məzhəblər, məcralar, mənhəclər var ki, təəssüf hissi ilə qeyd edirəm, Allah haqqında Allaha yaraşmayan sifətlərdə inanıblar ona. Yəni, heç Allah elə deyil, amma bu insanlar bu cür inanır ona. Və bu çox təhlükəli bir şeydir. Yanlış tanıdınsa, yanlış gedəcəksən yolu. Yanlış yazıldısa, yanlış formalaşacaqsan. Amma düz, dürüst, ona layiq olan, özü özünü necə vəsf edirsə, o sifətlərlə yanaşacaqsansa, o da səni insan olaraq dürüst formalaşdıracaq. Yəni, formalaşdıracaq dedikdə həm dünya, həm axirəti mən qəsd edirəm, əziz möminlər. Yəni, əslində ilahi tanıma bizim əbədiyyətimizə təsir eləyən vacib və zəruri nöqtələrdən biridir. Ona çox diqqətli olmaq lazımdır. Və onun üçün məsum bir höccətin zərurəti qaçılmazdır. Diqqət edirsinizmi? Qeyri-məsum fikirləri niyə qadağan olunub? Niyə Peyğəmbər və 12 məsum imamdan başqa hər kəs Allah adına şəxsi fikrini danışarsa, bu böyük zəlalət sayılır. Çünki danışdığı hər fikir Allahdan deyil də öz nəfsindən olacaq. Bu böyük təhlükə yaradır insanların içində. Böyük bir zəlalət yaradır. Amma təəssüf ki, bu zəlalət artıq yaranmayıb, artıq ayaq açıb qaçır. Yəni, o qədərdir, yəni. Vəziyyət çox acınacaqlıdır. Allah Mövlanın zühurun təcil eləsin inşallah. Həqiqətən onun zühuruna böyük ehtiyac var və o zühur olmadan
islah olmaq, yəni ictimai bir, toplum bir şəkildə islahdan danışmağımız çox uzaq bir fikirdir, çox uzaq bir görünüşdür. Biz ancaq fərdi şəkildə özümüzü düzəldə bilərik və bir də ərk elədiyimiz insanlarla nəyisə doğru dürüst bölüşüb paylaşa bilərik inşallah. Və axirul elm və sonda gələn bilgi isə ət-təfvizu ileyhi, yəni əməllərini, həyatını, gündəliyini, qərarlarını, planlarını ona təvəkkül etməkdir, ona arxalanmaqdır. Bunu da biraz açaq. Yəni Allaha arxalanmaq, Allaha vəkil tutmaq nədir? Bu necə olur? Bunu biz necə anlayaq? Nə etmiş olsaq, biz onu vəkil tutmuş sayılırıq. Vəkil kəlməsini hamınız bilirsiniz də, yəni birini vəkil tutursan, o sənin adına, sənin işlərini icra eləyir. Dünyada belə bir vəkil olan, vəzifəsi olan insanlar var. İxtisası vəkil olan insanlar var. Vəkil tutursan, o sənin adına işlərini başlayır icra eləməyə. Allahı vəkil tutmaq nə deməkdir? Yəni Allah sənin adına işlərini icra eləyəcək. Mənası budur. Bu necə olur? Onun qərarlarını seçmək, onu vəkil tutmaq anlamındadır. Bax, söz budur. Məna budur. Təfvizul əmri ileyhi, yəni işlərimi ona həvalə etdim, nə deməkdir? Yəni onun verdiyi qərarı seçdim. Baxmayaraq ki, istəyimlə uyğundur ya uyğun deyil, fərqi yoxdur. Çox vaxtı da uyğun olmur. Niyə? Çünki cəmiyyət ayrı istəklər formalaşdırır bizdə. Yaradan başqa istəkləri tələb eləyir bizdən. Ona görə çox vaxtı böyük bir təzad yaranır. Bax, bu cəhətdə, bu səhnədə hər insan onu vəkil tuta bilmir. Baxmayaraq ki, deyir, mən Allaha təvəkkül edirəm. Sözə nə var? İnsanın bir balaca dil parçası var da, o bu balaca bir şeydir. Nə istəyirsən iddia eləyir, amma o iddia elədiyi şeyi təsdiq eləmək böyük bir hünər tələb eləyir. Ona görə də səbəbsiz deməyiblər ki, insan orqanlarından ən çox əzab, əziyyət dilin başına gələcək. Çünki dil o qədər şey deyib ki, amma heç dediklərinin yarı faizini eləməyib, heç yarı faizinə inanmayıb. Yarı faizinə etiqadı olmayıb. Çox maraqlıdır. Səhər-səhər hədisdə var, deyir, səhər-səhər durursan, insan orqanları bir-bir başlayır oyanmağa. Onların bir nitqi var öz aləmində. Öz aləmində bir nitqi olur, danışığı olur. Deyir, hamısı soruşur ki, necəsən, 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 salam, sabahın xeyir, olsun, bu olsun. Axır deyir, dil soruşur bütün orqanlardan ki, salam əleykum, necəsiz? Nə var, nə yox, sabahınız xeyir olsun. Onlar da bir dilli, hamısı deyir ki, imkan versən, yaxşı olarıq. Sən imkan versən, biz yaxşı olarıq. Sənə görə bizə qapaz dəyir, sənə görə bizə kötək dəyir, sənə görə bizə əzab vəziyyət dəyir. Ona görə bu balaca ət parçasına diqqətli olmaq lazımdır. Söhbət yalandan, böhtandan getmir, hər şey. Buradan çıxan kəlməyə diqqətli olmaq lazımdır ki, o nə danışmış olur. Allah Teala ruhumuzu, bədənimizi Peyğəmbər, Ali Peyğəmbərin nuru ilə münəvvər eləsin. Bəli, vəkalət, vəkil və təvəkkül kəlmələri ki, möminlər Allahına təvəkkül edərlər, yəni onun qərarını seçərlər. Onun qərarını seçərlər. Onun qərarını seçmək, onu vəkil tutmaqdır. Ola bilər sən başqa cür istəyirdin, başqa cür planlaşdırmışdın, amma Allahın istəyi, hökmü bu yerdə tamamilə sənin istəklərinin əksidir. Sən öz istəklərindən keçməklə, onun əmrini tutmaqla əsl təvəkkül etmiş sayılırsan. Burada bir incə nüansı da unutmaq olmaz. Ən mühüm tərəfi budur. Bəs Allahın istək və iradəsini kim təyin eləyir? Onu biz hansı ünvandan alaq? Mollalardan mı? Müasir dövrdə indi Quran-ı Kərimə daim müğənnilər də təfsir verir. Belə dövr olacaqdı da, bu deyilib Qurban olduqlarında. Yerindən duran Qurana bir əhkam kəsəcək, bir təfsir verəcək. Quran belə dedi, Quran elə dedi. Heç Quranın Q harfindən xəbəri yoxdur. Öz beynini oxuyur bizə. Elə bilir ki, bu adam Quran bilir. Ondan mı öyrənək Allahın istəyini? Yoxsa öz aciz və məhdud həvai istəyimdən mə əldə eləyim? Hardan Allahın qərarını mən alım? Səmanın harasından o informasiyanı tutum gətirim?
Cəbrail görməmişəm, mələk görməmişəm, yerdə göydə bu arasında olan bağlılıqdan xəbərim yoxdur. Ümumiyyətlə, mən bu kainatın sirrini nə qədər bilirəm ki? Çox az. Allahın istəyi və iradəsi hardadır ki, mən onu seçməklə ona təvəkkül eləmiş sayılım, yenə də burada məsum höccətin zərurəti gəlir. Bu ünvan əziz Peyğəmbərimizin özü başda olmaqla 12 məsum imamımız və 14 məsum insanlarımızın elmində qərar verilib ki, onların verdiyi qərar Allahın iradəsidir, ona əməl eləmək, Allaha təvəkkül eləmək sayılır. Allah hamımızı onlara sadiq qərar versin inşallah. Buna çox diqqətli olun. Çox diqqətli olun. Çünki yanlış gedərsən birindən, misal mən dəstəmazdan, namazdan vurum, bəzi şeylər çoxunu da sonra incitməz. Gedərsən bir başqasının dediyi yolla dəstəmaz alarsan, 50 il namaz qılarsan, sonra aylarsan ki, bunu 12 məsum imamın dediyi tərz bu deyil. Peyğəmbərin dediyi tərz bu deyil. Əlim boş, ətəyim boş qalar. Gedərsən 20 il ziyarətdə olarsan, amma qaydası, üslubu, metodu, forması Allahın höccətinin dediyi kimi olmaz, əli boş qalarsa. Necə ki, axır zaman insanlarının ən böyük bəlası bu olacaq. Bunu qiyamət günü qismət olsa biz görüşsək orada, Allah Teala cənnətdə görüşməyi qismət eləsin. Bax, bu sözümü unutmayın, bu sözümü yadınızda saxlayın. Çox insanın problemi bu olacaq ki, Allah deyə inandığım məbud əslində başqa sifətlərə malik imiş. Mən niyə səhv inanmışam? Çünki səhv ünvandan əldə eləmişəm. Özünün təyin elədiyi insanlara qulaq asmamışam. Adını bilmişəm, hökmündən xəbərim olmayıb. Bilmişəm 12 imam var, amma bilməmişəm ki, nəyi necə deyir. Oxumamışam, tələb eləməmişəm. Çox problemlər var. Bax, bunlar olmadıqca biz ilahiyyət, həqiqətən təvəkkül edirikmi, etmirikmi, hərə öz çərçivəsi qədər buna cavab tapmağa çalışır inşallah. Uca Allah bir gün Davud Peyğəmbərə vəhy elədi. Vəhy ilə bir söz çatdırdı. Dedi ki, bəndələrimdən hər hansı biri yaratdığım insanlardan gözünü çəkib, ümidini üzüb, ancaq mənə arxalanarsa, ancaq mənə təvəkkül eləyərsə, ancaq məni seçərsə və mən onu bu sifətdə gördüyümdən sonra ki, Allah'ı aldatmaq olmaz da, məni alladarsan ki, mən Allah'a təvəkkül eləyən biriyəm. Amma heç vaxtı onu allada bilməsən, o adamın damarınla gedən qanın təzyiqini bilir. Bilir nədir? O təyin edir. O sənin hər şeyindən xəbərdardır. Ondan qaçış var. Ondan qaçış yox. Özünü allatma heç vaxtı. Hamını allada bilərsən, amma özünü heç vaxt allada bilməz. Bunu hamı da bilir də, az çox, düzdür. İndi uşaq vaxtı orada, burada, evdə, nə bilim, bir qonşudan alça uğramışıq, bir şey eləmişik. Onu bunu inandırmağa çalışmışıq, amma özümüz yaxşı bilmişik ki, yox, biz düz danışmırıq. Biz düz eləməmişik. Bu vicdana keçmir. İnsan istəyirəm ki, dursun, öz vicdanını anlatsın, inandırsın özünə ki, mən səhv eləmişəm və özünə inandırsın onu. Mümkündür, ətrafa inandıra bilərsən, bəli. Çünki o sənin içini görmür, ruhunu görmür, niyyətini görmür. Amma özünü heç vaxtı. Onda ki, deyir, gördüm bəndənin özü də, vicdanı da, içi də, çölü də tərtəmiz mənə sığınıb. Dediyim ki, mənə sığınıb, yəni məni seçib. Sığınmağın mənası budur. Mənə təvəkkül edib, yəni mənim qərarımı seçib. Seçdiyi qərar onun həyatına çətinlik yaratsa da belə. Ola bilər yaratsın. Mən başqa cür istəyirdim, o ayrı seçdi, mən ayrı cür onu seçməklə məcbur oldum ki, həyatımın hansısa bir planını dəyişmiş olum. Eybi yox, sən qorxma ondan. Çətinlik olsa da qorxma ondan. Bil ki, o çətinliyi Allah görür və onu mütləq böyük asanlıq və rahatlıqla əvəz eləyəcək. Allahın gücü bu cürdür. Mən bunu gördüyüm andan, bəndəmdə onu bildiyim andan,
göydə və yerdə və bu ikisinin arasında nə varsa, hamısını onun üçün həyatının çıxış qapısı qərar verərəm. Də gözəl söz deyir. Göy və yer arasında olan bütün bağlantını o bəndəmin üzünə bütün qapılarını açaram. Yəni məni seçdiyi üçün bütün qapıları onun üzünə açaram. Bir yolla o bir xət tapar, işıq yol tapar, çıxar. Hədisdə var da, deyir, mömin insan dünyada nə qədər bəla olur olsun, mömindirsə əgər, Allah ona bir yerdən bir işıq ucu açacaq. Mütləq açacaq. Dünyanın içi bəlanın içində olsun, bir işıq yolu göstərib onu oradan çıxardacaq Allah. Əgər o Allaha doğru dürüst sığınırsa. Amma bunun əksi olarsa Allah göstərməsin. Bunun əksi olarsa. Yəni bəndə məndən, mənim dediyimi seçməyib də özünün istəyinin ardınca düşsə və ya özü kimilərin xoşuna gəlsin deyə addım atarsa, yerlə göy arasında olan bütün səbəblərin qapısını üzünə bağlayaram. Ruzi, sağlamlıq, o, bu, hamısını üzünə bağlayaram. Həqiqətən bu var ha, dostlar. Aləm enerjilərin dövriyyəsindən ibarətdir. Aləm, kainat enerjilərin dövriyyəsindən ibarətdir. Ruzi enerjisi bir ayrıdır, sağlamlığın bir ayrıdır, o bir ayrıdır, bu bir ayrıdır. Hərəsinin də özünün qapısı var. Açılan günü var, bağlanan günü var. Əməllərinizin ona təsir etmə qüvvəsi var. Aləm sirlə doludur. Elə bilməklə gəldin, 2 rəkət namaz qıldın, vəssalam, dünya sənin, axirət sənin. Xeyr, çox diqqətli olacaqsan vicdanına, ruhuna, daxilinə, səmmiyyətinə, saflığına, dürüstlüyünə, bu şeylərə diqqət eləyəcəksən. Çünki o enerji qapılarını açan bu dəyərlərdir. 80 dəfə həccə getməklə olmur o. Olmur o. Gedib orada yaşasan da olmur o. Əgər ruhun təmiz deyilsə, dürüst deyilsənsə, vicdanın təmiz deyilsə, Məkkənin lap böyründə yaşa. O ilə verilmir insana. O Allahla olan bağlılıqdan yaranır. Allah ruhumuzu öz nuru ilə təmiz eləsin inşallah. Deyir, bütün yer-göy səbəblərinin qapısını bağlayaram üzünə. Harda həlak olar, heç nəzər eləmərəm ona. Harda ölər, heç nəzər eləmərəm ona buyurur. Bu, uca Allahın ona təvəkkül edən bəndələri haqqında dediyi mübarək cümlədir. Allah ona olan təvəkkülümüzü möhkəm eləsin, həvai nəfsin bəlalarından canımızı, ruhumuzu xilas eləsin və bir an rəhmət nəzərini başımızdan əski eləməsin inşallah. Kim Allaha təvəkkül edərsə, onu işlərində öz dəyərli və keyfiyyətli şərti ilə vəkil tutarsa, Allah ona kifayət eləyəcək, bəs eləyəcək Allah ona. Allah Teala onun bütün işlərinin zamini olacaq. Amma onu doğru dürüst vəkil tutmaq şərti ilə. İmam buyurur ki, təvəkkül də müxtəlif dərəcələrə məxsusdur. İnsanların şəxsiyyəti və daxili keyfiyyəti dərəcə fərqi olduğu kimi, İnsanların öz yaradanlarına təvəkkül eləməsi də dərəcə itibarı baxımından fərq edir. Hamı da eyni cür olmur. Təvəkkülün bir çox mərtəbələri var. Ən üstünü budur ki, ən tətəvəkkələ ələllahi fi umurikə kulliha. Bütün işlərində Allah'a təvəkkül eləyəsən. Bütün işlərində onun istəyini seçmiş olasan. Maddi, mənəvi, fərdi, ictimai, hər şeydə, etiqadi, əməli, əxlaqi, hər bir cəhətdə onu vəkil tutmuş olasan. Yəni, o istədiyi kimi olasan və sənin üçün bu ən böyük xilas, ən böyük qurtuluş sayılır. Ən böyük saadət sayılır. Necə də böyük xoşbəxtlikdir. İnsan özünü doğrudan da yaradanın istədiyi kimi tam-tamına yetiştirib tərbiyə eləyə bilsin. Burada dediyim kimi nəfs istəkləri çox böyük maneələr yaradır. Burada
ictimai və cəmiyyət faktoru insana böyük trampolinlər yaradır. Burada çox böyük səbəblər var. Hamısının öhdəsindən gəlmək, başa düşürəm, asan şey deyil. Mən burada danışmağımla o demək deyil ki, mən də hər şeyi eləmişəm və bütün işlərimi tam-tamına düzülmüşəm. Xeyr, mənim də özümə görə qüsurlarım, nöqsanlarım var, bunu mən bilirəm, Allah bilir. Allah bütün nöqsanlarımızı əff eləsin inşallah. Amma söz budur, elm budur, həqiqət budur. Öyrənək ki, bacardığımız qədər də əməl eləmiş olaq. Mövlamız buyurur ki, bütün işlərdə onu təvəkkül etmək, yəni onun verdiyinə razı olmaq, onun seçdiyinə razı olmaqdır. Və bil ki, o razılıq mütləq sənə xeyir və fəzilətdən başqa içinə gətirməyəcək. Mütləq. Səni çox güclü eləyəcək, bütün işlərində. Onun qərarını seçmək sənə çətin gəlsə də, o çətinliyin özü səni gücləndirir. Sən onun fərqində olmasan da belə. Psixoloqların bir araşdırması var. Bəzən məntiqi suallar verirlər insana. Çox çaşdırıcı suallar olur da. İnsan düşünür, beyni yorulur. Məntiqi suallar çox verirlər. Filan necədir, bu filan necədir. Deyirlər, əziz Peyğəmbərimiz bir gün belə bir sual vermişdi yanında olanlara ki, mənim sol ayağım nəyə oxşuyur? Çox belə bir asan bir cavabı var, amma onu tapmağa beyin yorulur. Düşünürdülər ki, nəyə oxşuyur, nəyə oxşuyur, nəyə oxşuyur. Axırda demişdi ki, sağ ayağıma. Çox sadə bir şeydir. Belə suallar var, indi də var. Görsən, məntiqi sual verir, düşünürsən, beyin yorulur, yorulur, yorulur. Bunu deyirlər ki, o beynin o yüklənməsi əslində beyin hüceyrələrinin aktiv eləyən bir şeydir. Dərhal deyirsən, tez denəndə cavabını mən bilmədim. Demə, düşün, özünü məcbur elə. Tapmasan da düşün. O sənin beynini yükləmək əslində beynin yatmış hüceyrələrini oyadır. Bu reallıqdır. Bunu müasir psixoloqlar da təsdiqləyir. Bu da belədir. Allahın seçdiyini seçdiyin üçün yaranmış bütün yüklənmə əslində səni güclü eləyir. Sən çox güclü eləyirsən, bundan xəbərin yoxdur. 5 gün, 10 gün, 5 ay, 10 il sonra qarşıva elə bir şeylər çıxa bilər ki, ona dözməyin onun öhdəsindən gəlməyə səbəb ola bilər. Bax, belə bir maraqlı həyat yaşayırıq möminlər. Çox maraqlı, çox mistik, çox möcüzəli, çox, sirlərlə dolu bir həyat yaşayırıq. Allah ömrümüzü dəyərli yaşamağa qismət eləsin. Baxın, hər tərəfdən deyirəm ha, əziz möminlər, ağsaqqallarım, əziz qardaşlarım, dəyərli yaşamağı bu mənada yox ki, elə ancaq yeyək, içək, pulumuz olsun. Yox, bu da olsun. Əlbəttə, niyə olmasın? İnsanıq, yaşayırıqsa, qoy maddi tərəfdən də günümüz, rifahımız yaxşı olsun. Amma oyla bitməsin həyatımız. Oyla bitməsin. Bir böyük möcüzə səhnəsində görə bilək dünyamızı, həyatımızı. İnsanların içindən oxuya biləsən onların xarakterlərini. Bu bilirsiniz nə böyük bir şeydir, nə gözəl bir şeydir. 3 şey var ki, o 3 şey kimə nəsib olsa, 3 şeydən də məhrum qalmayacaq. 3 şey var, o insana qismət olsa, bir digər üçlük var ki, ondan məhrum qalmayacaq. Onun birincisi budur. Mən u'tiyyəd dua. Kimə dua eləmək qabiliyyəti qismət olsa. Belə dua eləməyə hamımızın əli var, ağzı var, nəfəsi var, danışırıq. Amma onun daxili keyfiyyəti eyni deyil. Hər nəfəsdən çıxan Bismillah bərəkətli deyil. Hər yuxarıya açılan əllər məqbul deyil. Bilirsən niyə? Çünki ruhunun keyfiyyətindən asılıdır. Dürüstlüyündən, səmimiyyətindən, nəyindən, çox şeyindən asılıdır. Kimə dua eləmək bütün şərt və şəraitində qismət olsa, İmam buyurur ki, u'tiyəl icabə, qəbul olunması da qaçılmazdır. Mütləq. Duanı bacarsan, qəbulu da olacaq. Elə bir dua ola bilməz ki, Allah istəyən formada olsun, amma onu qəbul eləməmiş olsun. Hətta hədislərdə qeyd olunur,
bəzən. Bir sıra dualar var ki, onun cavabını almır insan. Qiyamətin günündə əməl dəftərini təqdim eləyəndə insana eləmədiyi bir çox fəziləti görəcək. Bu hədisdir deyir. Bir çox fəzilət görəcək ki, bunu dünyada eləməyib axı. Deyəcək, axı mən bunu eləməmişəm, bunun əcri mənə necə gəlib yazılıb? Cavabında deyəcəklər ki, dua eləmişsən, qəbul etməmişik, səbr eləmişsən. Üsyan eləməmişsən. Nə bilim, üz turşutmamısan, onun əcrini biz sənə burada veririk. Hədis deyir ki, onda insan bir təmənna eləyər ki, kaş dünyada çox duam qəbul olmayaydı, burada onun əcrini mənə verəydilər. İndi orada ona necə fayda verirsə, orada ona necə bir ruhunu yüksəldirsə, necə azad elirsə, axı ruhlar elə bildiyin kimi istədiyi hərəkət eləyə bilməz. Dünya deyə biz indi oturursan, durursan, gedim, getməyim, yeyim, yeməyim, qalxım, oturum, hansı, nə istəyirsən, neysən, ruh belə deyil. Ruhun işi bu deyil ki, gedim, getməyim. Ruh ona verilən qədər var, vəssalam. Azadlığı onun məhduddur. Bəzi ruhlar var ki, hamısı həbs olunub, görürsünüz, deyirlər, cümə axşamı azad eləyir onları. Allah. Bir müəyyən müddətdə azad. Çünki o qədədir də, bu qədə eləmirsən də, Peyğəmbərin, imamın ruhları tam azaddır. Onlara sadiq olanların da ruhları tam azaddır. Öz çərçivəsi qədər. Allah bizim ruhumuz onların ruhuna yaxın olanlardan eləsin inşallah. Amma ruhun işi bu deyil. Kimə dua eləmək qismət olubsa, imam buyurur, qəbul olunması da qismət olunacaq. Mən u'tiyə şükra, kimə şükür eləmək, kim şükür eləməyə gəlib çatıbsa, yəni onu bacarıbsa ki, şükür eləsin Allaha, u'tiyə ziyadə, artığı da, əlavəsi də, artımı da qismət olacaq. Və mən u'tiyə təvəkkül, u'tiyəl kifayə. Hər kəsə də təvəkkül eləmək qismət olubsa, Allahın ona kifayət etməsi də ona qismət olacaq. Təvəkkül yəni kifayət. Seçdinmi Allahın istəyini, qərar verdinmi onun qərarını, vəssalam, sənə kifayət eləyəcək o. Və sonra ayələrini İmam əleyhissalam oxuyur. Birinci bunu deyir ki, və mən yətəvəkkəl ələllah fəhuvə həsbuhu. Hər kəs Allaha təvəkkül eləsə, Allah kifayət eləyər ona. Ardıca bu ayəni oxuyur ki, ləin şəkərtum ləəzidənnəkum. Əgər Allahınıza şükür eləsəz, artırar siz üçün. Və sonra da buyurur ki, ud'uni əstəcib ləkum. Dua eləyim, məni çağırın, mən də sizin üçün qəbul eləyim. Allah Muhammed, Ali Muhammed hörmətinə dərgahına uzanan əllərimizi, əli boş sinələrimizə qaytarmaz.